Mən videolarda belə təqdim edəndə birdən yanlış anlayırlar. Elə bilirlər, iddia edirəm ki, sizə vəkilə ehtiyacı yoxdur. AI sizin yerinizə və məhkəmədə iştirak eləyəcək. Xeyr, bu belə deyil. İndi hüquq AI-da belə bir sual verəcəm ki, məhkəmələrdə müdafiə olunmaq üçün vəkilə ehtiyacı olmadan özüm müstəqil gedə bilərəm? Görüm sistem nə cavab verəcək. Baxın, sualı vermişəm, məhkəmələrdə müdafiə olunmaq üçün vəkil tutmaq vacibdirmi? Cavab verib mənə. Qanunvericiliyə əsasən ümumi qayda olaraq məhkəmədə vəkilsiz müdafiə etmək mümkündür, lakin işin növündən və məhkəmə instansiyasından asılı olaraq dəyişir. İndi bax, əgər burada desəydi ki, hə, mümkündür, get özün müstəqil elə və mən də sənə kömək edirəm, bu yanlış informasiya olardı. Amma fikir ver, videonu saxlayıb bax diqqətlə. Buradakı hallara bir nəzər salırsan. Cinayət işi var, mülki və inzibati işlər, ümumiyyətlə proses necədir, onu izah eləyir sizə. Gözəl və dəyərli həmvətənlərimiz, hüquq AI olaraq biz hüquqşünaslar və vəkillərin hər zaman yanındayıq, onlara dəstək olmaq üçün varıq. Nəinki hüquqşünas və vəkillər, bütün vətəndaşlarımız, hansı ki bu videonu izləyirsə, sizin hüquqi prosedurlara hər zaman ehtiyacınız var. Bütün insanların yanındayıq, rahatlıqla daxil ola bilərsiniz sistemə və bütün suallarınızı verə bilərsiniz. Biz həqiqətən inanırıq ki, istədiyiniz nəticəni əldə edəcəksiniz.